Əzizlərim, Allahın salamı olsun sizlərə. Sizə bu günləri Kupçalı 2 otaqdan 3 otağa düzəlmə 67 arsa 70 kvadrata yaxın bir mənzillə qarşınızdayam. Kupçalı ipotekiyada yararlı. Gedək mənzilimizlə tanış olaq. Hə, dəyərli izləyicilərim, daxil olaq mənzilimizə. Liftdən çıxdıq, daxil olduq mənzilimizə. Mənzilimizdə vəziyyət nədir? Kərbəlayı. Qoy bir dənə dəyərli izləyicimə tam şəkildə deyim, ondan sonra başlayaq otaqlarımızı göstərməyə. Mənzilimi görsən ağardırıb, altipanı, yəni bir dənə aboyu, bir dənə yeni laminat olacaq, yeni parket olacaq, nə oldu qardaşım? Qapılarıdır. O da belə deyim də maksimum 10 günlük işi qalıb. O da ki, nəyə görə vurmur, dəyərli izləyicim? Deyir ki, həm özümə təcili pul lazım, həm də versin, qardaşım, behini. Ki, qardaş, gedək, aboyu bundan istəyirəm. Qapını bundan istəyirəm. Məsələn, kafeli bundan istəyirəm. Məsələn, seçim eləsin, müştərinin elədiyi seçim formasında elə də istifadə edeyim, qardaşım. Aydın deməli. İndi deyim Kərbəlayı, bura bizim qonaq otaq hissəmizdir. Qonaq otaq hissəmizdir. Qazı zadı, hər bir şey, kupçası mövcuddur. Bura balkon hissəmiz. Burada belə bir körpə balağının üstünə nəzərət tutulmuş bir otaqdır. Görsən, fiqurlar yıxılıb yuxarıda. Kərbəlayı göstər, bax görsən. Bir otaqdır, deski. Sonra canım sənə desin. Bax burada, bax görsən, belə deyim, stiyaşkası verilib. Bax betonu da, istipolu, hamısı çəkilib qardaşım. Bax burada bizim ikinci belə bir yataq otağımızdır. 2-dən 3-ə düzəlməlidir də mənzilimiz. Burada hamam sanuzelimizdir. Və burada da qardaşım belə normal xudmani mətbəx hissəmizdir. Mənzilimiz yenə nəzərə çatdıram. 67-70 kvadrat belədir, Kupçalıdır. Yer də görürüz, Xırdalanda Millioner məhəlləsində mərtəbədə orta mərtəbə qardaşım. Qiyməti də 98.500 manata tam hazır. Tam hazır qardaş. Əqqabı çıxart gir evə. O formada. Tam hazır sizə veriləcək. Allah alanı da satan da xeyir versin. 114 əmlaki olaraq hər birinizin xidmətindəyik. Allahın amanında olun. Və siz də əmlakınızı, mülkünüzü tez bir zamanda satmaq və yaxud icarə etmək istəyirsə 114 əmlakıya müraciət edin. Allahın amanında olun.